Şəkidə dünyanın ən böyük gastronomiya tədbirlərindən biri olan Terra Madre Slow Food Festivalı keçirilib. Dövlət Turizm Agentliyinin təşkilatçılığı onun tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də Slow Food International hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu ərazisində təşkil edilən festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Slow Food International'ın prezidenti Edward Mukibi çıxış edərək festivalın əhəmiyyətindən danışıblar. Məqsədimiz 2 il ərzində Azərbaycanda regional Terra Madre tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs qlobal hərəkatın bir hissəsidir. Slow Food burada şəbəkəsini genişləndirəcək, biomüxtəlifliyin qorunmasına və agroekologiyanın inkişafına fokuslanacaq. Yeni Slow Food Travel marşrutları yaradılır. Böyük Qafqazdan sonra indi Lənkəran istiqaməti hazırlanır. Gəlin hər bir şeyin zərər vurmadan dadına baxaq. Gəlin hər şeyi A-dan Z-ə istifadə edək, atqı təbiətə buraxmayaq. Çünki bu bəşəriyyət bizə babalarımızdan yadigardır, bizdən də gələcək nəsillərə yadigar qalmalıdır. Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə slow food təcrübəsini gətirən tədbirin əsas məqsədinin kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, agrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir. Slow food sağlam qidalamaq deməkdir. Yəni insanlar bu yeməkləri bildiyimiz kimi də daba qaydaları ilə ev üsulu ilə hazırlayırlar, amma fast food isə mütəmadi olaraq küçədə, bacada alıb yediyimiz tez bazar qidalardır ki, bu festival həmin qidaların zərərlərini öz faydalılığı ilə göstərir. Yəni sənə demir ki, hər hansı bir fast food zərərlidir. Sadəcə olaraq milli kulinariyamıza aid olan slow food mətbəxinə aid yeməkləri burada görərək biz avtomatik olaraq dərk edirik ki, hansı yeməklər bizim sağlamlığımıza faydalıdır, hansılarsa yox. Ümumilikdə Terra Madre Şəki festivalı Şəki, Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş Slow Food layihəsinin yeni mərhələsi kimi çıxış edir. Festivalda iştirak edən əcnəbi və yerli qonaqlar dequstasiya üçün təqdim olunan təamlar, şirniyyat və içki stendləri ilə tanış olublar. Şəkidə belə bir festivalın keçirilməsi çox böyük belə gözəl hallardan biridir. Çünki burada çox gözəl interyer, ab-hava var. Şəkidə ilk olmağı bizi sevindirdi. Bizə də maraqlı gəldiyi üçün gəldik ki, görək necə bir festivaldır. Amerikadan gəlmişəm. Şəki səyahət etmək üçün çox gözəl şəhərdir. Möhtəşəm yeməkləri var. Şəxsən mən pitini çox bəyəndim. Şəki rayonunu doğrudan çox bəyəndim. Həqiqətən zövq alıram. Burada piti və şəki halvası mənim ən sevdiyim yeməklər arasındadır. Mən Amerikadan gəlmişəm, Bakıda yaşayıram. Buranın dağ mənzərələri həqiqətən xoşuma gəlir. İnsanlar çox mehribandır. Mən bu festivalı çox bəyəndim. Şəhər və dağlar çox gözəldir. Hava təmiz və tərabətlidir. Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və gastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyərmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkası, həmçinin degustasiya və ustad dərsləri keçirilib. Degustasiyada iştirak etmək üçün qonaqlara kuponlar da verilib. Turistlər gəlirlərmi bu tərəfə? Bəli, bəli, gəlirlər. Ən çox hansı kebabları xoşlayırlar? Tikə, lülə, yoxsa? Elə tikə də çox xoşlayırlar, lülə də. Özünüz də yemisiniz heç olmasa? İnşallah, bəs bunun içindəyəm 30 ildən, nətər yeməyim? Deyirəm də azalıb şişlər, ona görə. Lavanda balı öz dadına görə digər ballardan fərqlənir. Həm əsəbləri sakitləşdirir, insanı rahatlaşdırır. Təbii ki, bütün ballarda olduğu kimi immuniteti də artırır. O immunitet artırma xüsusiyyəti bütün ballarda var. Lavanda balının amma əsəb sakitləşdirmək kimi böyük əsas xüsusiyyəti var. Onun dadı çox gözəldir. Balın dadı normalda bizim yediyimiz balların bir çoxuna müqayisədə daha acı və turşu, sanki adam boğazını göynədir. Deyilənə görə təbii bal boğazı göynətməlidir. Və lavandanın ətri hissi olunur. Baramalar əvvəl həm Şəkinin yaxınlarındakı kəndlərdən və digər yerlərdən yığılır. Yığıldıqdan sonra boğularaq, yəni xüsusi rəflərə qoyulur, qurudulur. Ondan sonra növbəti proses bu baramalardan iplik alaraq və toxucu sexində parçasını əldə eləməkdən ibarətdir.
Yarmarkada ümumilikdə 26 bölmə üzrə 13 stenddə Qəbələ və İsmayıllıda yetişdirilən ata-baba fındığı, Dəmirçi, Baskal və Lahıc dağ kəndlərində hazırlanan qara halva, mürəbbələr, Abşeronun zəncir fərəc şirniyyatı, Qax-Zaqatala bölgəsinə xas olan maxara, Lənkəranın müxtəlif çay növləri, Şəkinin Biogarden təsərrüfatında orqanik üsullarla yetişdirilən meyvə, tərəvəz və gilə meyvələr, Şəki paxlavası, Şəki şərabları, Şamaxının mədrəsə üzümü, Qafqazın dağlıq ərazilərində hazırlanan pendir növləri, Qala Dərisi kəndində istehsal olunan süd məhsulları, İvanovka kəndinə məxsus günəbaxan yağları, Naxçıvan qovurması və sair məhsullar ziyarətçilərə təqdim olunub. Bu festivalın əsası slow food texnologiyası üzərində qurulub. Bu isə 1986-cı ildə İtaliyada formalaşmış sağlam qidalanmanın və ənənəvi qidalanmanın təməli sayılır. Festival 2004-cü ildə İtaliyanın Torino və yaxud da Turin şəhərində keçirilib. Azərbaycanda, Şəkidə isə Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin ərazisində keçirilir. Bu qala divarlardan arasında dayanmışam mən hazırda. Musiqiçilərin, folklor qruplarının və sənətkarların çıxışları da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Terra Madre ilk dəfə İtaliyanın Turin şəhərində keçirilib. Festival Azərbaycanda ilk dəfə təşkil olunub. Tədbir saat 16:00-dək davam edib. Mirçingiz Ağayev, Namidə Bingöl, İlxan Hüseynov, Real.